Daşkəsəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə ümumrayon toplantısı keçirilib. Ulu Öndərin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təşkil olunub. Daşkəsən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə keçirilən ümumrayon toplantısında ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsi önünə güllər düzülərək Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib. Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev mərkəzi ziyarət olunaraq Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara, həmçinin kitab sərgisinə, yeniyetmə və gənclərin əl işlərinə baxış da keçirilib. Ümumrayon toplantısını Daşkəsən rayon icra hakimiyyətinin başçısı Orxan Abbasov açaraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. Ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən bəhs edib. Ulu Öndərin təhsilə göstərdiyi xüsusi qayğı nəticəsində ölkəmizdə savadlı, vətənpərvər gənc nəslin formalaşması üçün möhkəm zəmin yarandığı bildirilib. Qeyd olunub ki, bugün Azərbaycan gəncliyi həmin işıqlı ideyalar əsasında yetişərək dövlətimizin gələcək inkişafında fəal rol oynayır. Sonra Ulu Öndər Heydər Əliyevin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təqdim olunub. İncəsənət kollektivinin ifasında musiqi nömrələri alqışlarla qarşılanıb.